Salam akvarium balıq həvəskarları, sizləri xoş gördük. Yenə sizlərləyik. Bugün dip çəkimi haqqında video paylaşacağım. Sizlərin izləməyinizlə, sizlərə göstərmək məqsədi ilə məlumatlandırıcı video hazırlamaq istədim. Çox adam soruşur dip çəkimi haqqında. Onun üçün ətraflı, geniş şəkildə sizlərə də göstərmək istəyirəm. Bəzi insanlar məsəl üçün dip çəkimini bilmir necə etmək lazımdır. Akvariumu tam təmiz demək olar boşaldır. Qab pastası, feyri ilə və yaxud deterjanla yuyur, təmizləyir. Yəni qəti olmaz. Çünki deterjan bildiyimiz kimi kimyəvi maddədir. Yəni nə qədər yusaq da tərkibində necə olmasa qalır. Yəni ziyandır, çox ziyandır. Heç məsləhət görmürəm. Akvarium ümumiyyətcə təmiz boşaltmaq olmaz. Dip çəkimi etmək lazımdır. Bizdə gördüyünüz bu şlanq vasitəsilə dip çəkmə edəcəyik. O dibdəki zibillərini şlanq vasitəsilə tərtəmiz yığacağıq. 30% suyun götürəcəyik. Yeni su əlavə edəcəyik. Yeni suyu da damcı üsulu ilə əlavə edəcəyik ki, balıqlarımız stresə düşməsin və isti soyuq olmasın. Bildiyiniz kimi isti soyuq olanda da balıqlarımızda xəstəlik yaranır. Stresə düşürlər. Yəni uzun ömürlü olmaqları üçün, heç bir problem olmaması üçün suyu damcı üsulu ilə, süzmə üsulu ilə etmək lazımdır. Hər kəsə xoş izləmələr. Gördüyünüz kimi dip çəkimi etdik. Hazırda demək olar suyun dibində bir dənə olsun zibil qalmadı. Yəni o narınlar demək olar yəni bir şey eləməz. Əsas zibillərini götürdük və pipo filteri sıxma vasitəsi ilə təmizləyirik. Təmizləyib yenidən su əlavə edirik.
Gördüyünüz kimi qabın dibində 2 barmaq qalınlığında su əlavə edirik və sıxma üsulu ilə onu sıxa-sıxa əlimizlə yuyuruq. Gördüyünüz kimi akvaryumda mən demək olar 3 gündən bir təmizləyirəm deyə çirkli su çıxdı, amma çox çıxmadı. Yəni az da olsa çıxdı. İmkan qədər tez təmizləmək lazımdır ki, 3 gündən bir, 4 gündən bir. Yəni həftədə bir dəfə də olar. Çox gec olduqda amonyak yığılır, zəhərlənmə verir, yəni balıqlarda ölüm başlayır. Yəni ən qısa vaxtda imkan qədər tez-tez dəyişməyi məsləhət görürəm. Və pipo filtrimizi demək olar təmiz yuduq, yerinə əlavə edirik. Suda bir balaca lillik görsəz, yəni o normaldır. Çünki pipo filtri götürdükdə bütün lillər üzə qalxır. Pipo filtri təmizləyəndən sonra demək olar təmiz lilin götürəcəkdir. Və su əlavə eləməyi sizə göstərəcəm süzmə üsulu ilə. Hər kəsdən bir maşallah sözünü şərhlərdə, yorum qismində yazmağınızı istəyərəm. Su əlavə edəndə süzmə üsulu ilə əlavə edirik ki, balıqlar stresə düşməsin. Və videomuzu bununla da sonlandırıram. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Salamat qalın.